Paris'te Respublika meydanında Sevinç Vaqif qızı və digər bizim jurnalistlərin həbsi ilə bağlı Sərhədsiz Reportyorlar Təşkilatı aksiya keçirir və görürüz ki, meydanda həm də bizim jurnalistlərin saxlanıldığı kameranı simvolizə edən bir konteynerdə qoyulub. Yəni bununla diqqəti ona cəlb edirlər ki, Azərbaycanda jurnalistlər öz peşə fəaliyyətlərinə görə mövcud rejimin korrupsiya əməllərini ifşa elədiklərinə görə, azad jurnalist fəaliyyəti ilə məşğul olmaq istəklərinə görə həbsə atılırlar. Buyurun, şüarlar yazılıb konteynerin üzərində də Azərbaycanda jurnalistlərin həbs olunmasına etiraz bildirən Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri bu məsələ ilə bağlı indi çıxış elədi. Şimdi də öz münasibətini bildirir. From Artas Media, we think that should be detained from over 800 days for nothing. The traffic that she's been sentenced for is nonsense, and what we know from the detention conditions of the journalists is very scary. Very reduced space that you can see, limited force. Yəni doğrudan da çox acınacaqlı bir haldır ki, bugün dünya süni intellektlə məşğul olduğu halda informasiya toplumunun yaradılmasına daxil olduğu, məlumatların azad sərbəst dolaşdığı bir dünyada və inkişafın əsas trendi informasiya azadlığı, informasiyanın maneəsiz dövriyyəsi olan bir dönemde Azərbaycanda sadəcə olaraq jurnalist fəaliyyətinə görə tənqidi fikir səsləndirdiklərinə görə insanlar həbsə atılırlar, jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə imkan verilmir. Bu bir rəzalətdir. Bu təkcə həbsdə olan bizim xanım jurnalistlərə qarşı olan repressiya deyil. Bu bütövlükdə Azərbaycan cəmiyyətinə qarşı, onun inkişafına qarşı, onun söz azadlığına qarşı, öz iradəsini ifadə etmək, tələblərini dilə gətirmək haqqına qarşı olan baskıdır, repressiyadır. Ona görə də bu cür hallar aradan qalxmadıqca və onlara qarşı cəmiyyət duyarlı mövqeyini nümayişlətdirmədikcə Azərbaycan xalqı avtoritar rejimin baskıları altında haqlarından, hüquqlarından vaz keçməli olacaq. Bu təzyiqlər, bu baskılar, bu zorakılıqlar, bu repressiyalar bizim millət olaraq, xalq olaraq inkişaf yolumuzu kəsəcəkdir. Və bugün artıq Azərbaycan jurnalistlərinin hüquqlarını beynəlxalq səviyyədə, dünyanın bugün əsas mərkəzlərindən, siyasi, mədəni mərkəzlərindən olan, sayılan, bugün Parisdə keçirilən aksiya ilə onların hüquqları tələb olunursa, onlara azadlıq istənilirsə, Azərbaycan hakimiyyəti bundan utanmalıdır ki, ölkədə elə bir vəziyyət yaradıb ki, artıq Azərbaycanda insanlar öz tələblərini, öz etirazlarını bildirə bilmirlər və bugün cəmiyyətimiz daha çox gözünü kənara dikib ki, kənardan bu hakimiyyətin repressiyalarına kimlər etiraz edir, hansı etirazlar səslənir.